my second time on bike. Oh, okay, I don't Okay. Çankuya çattım. Getir indi. Tezeyüzümü görmeye. Saçım. Her şey. Mersi. Görüm saltıyorum. Okey. Neyse üstünde görmürəm. Saltıyorum. Yes qaqam saltıyorum ama hara? Saltıyorum. Tapdım. Bakın. Bura bakın. Çok geçenkdi. Ye qaqa. Çok geçenkdi. Akşam hələ çox super görsənir bura. Ev sahibimlə gedirik yerləri falan. Niye? Ev sahibim çok şirin idi. Neyse indi. Giririk. Otağıma. Burada kalacağım. Çok geçen görünür. Bam. Altı boştu. Neyse belə. Buradan da mənzərəm. Belə görünür. Babam. Böyle bir yerdeyim. Su içirəm və çox qəşəngdir. Hər marketin qabağında belə bir oturmağa yer var. Mən də təzə gəlmişəm, heç nə tapmadım. Və susamışdım, gəldim. Bu ikisi bir yerdə 2 manat 80 qəpik nəsə birinin alına biri hədiyyə idi. Dadı qəşəngdir. Bunların bu passion fruit'tur deyəsən, səhv eləmirəmsə, ondan olan pivədir. Akşam yeməyinə gedirəm Çankuda, Evyəmin yolu o tərəfə deyə marketə gedir deyə məni də buraxacaq. Lovely. Yeməyə çıxmışdım. Gedirəm indi qaldığım yerə. Saat 9'a 9 dəqiqə işləyir. Qaranlıqdır. Görək nə qədər safe'dir buralar. Düyü tarlaları var. Görmürsünüz, təbiidir. Çünki qaranlıqdır. Görək. Bilmirəm. Tez bazar. Yerimə çatmaq istəyirəm. Çünki alıcı qanatlar yedi mənim. Marketdən alıcı qanat dərmanı almalıyam. Getməliyim. Mən olan yer əslində yazılmışdı ki, hər yerə çox yaxındır. Tüm publara, nə bilim, restoranlara, dənizə. No. Hər yerdə taksi istəyib istəmədiyimi soruşuldu. Amma nə vaxt ki çatdım, şöyle gördüm ki her şey aslında çok uzaktı. Bilmirəm yani niye öyle yazmışlar. Bilmirəm aslında niye öyle yazmışlar. Hiçbir fikrim yoktu. Niye öyle yazıblar daha doğrusu. Çünkü çok şey uzaktı. Yani ayaqla harasa yarım saat, 50 dəqiqə falan bunlar mənə uzaq kimi gəlir. Məncə uzaqdır. Belə. Şimdi şeylere gelmişim bakmağa. Milçək kreminə və günəş kreminə. Tapamda. Say hello
to my YouTube channel. No, don't put me in YouTube. Huh? Don't put me in YouTube. Why? You already have. Yay. Looking for handsome man. Yeah. Bismillah. Don't forget. Say Bismillah. Geldik baba. Ev yendi, ev sahibi değil ama orada olur. Sörf müəllimidir. Qızlar, mən hamımız gedirik baba. This is my cool Indonesian friend who missed his flight. Flight fucking 9 hours. Hello. Gali, I want a challenge. Yeah, challenge. Challenge like this. 25 minutes. We will talk only in our own languages. Okay? Okay. With each other. Oh, Okay? really? Yeah. Okay. It's challenge. Okay. I don't think we will understand each other. But Okay, it's challenge. Alright. Okay, 25 minutes after in the beach. I think it could be good. We can put the phone somewhere and we can talk. Yeah. You will talk in Indonesian. I will talk in Azerbaijani. Alright. Let's see how we understand each other. Yeah, right. Okay. Okay. Let's go. Let's go. Which way? Okay. Okay. Udah mulai oke. Lu mau apa? Mau apa? Ne seçirsen? Ne istersen? Pilih. Bili. Yaxşı. Meyve. Sen seçtin? Ya. Yok İngiliz. Yok İngiliz. Ya, English. No, yok. Nggak English. Ya? Indonezya. Iya. Azerbaycan. Okay. Iya, itu Indonesia. Itu Endonezya. Yaxşı. Sən deyən olsun. Sən seç yemək, mən seçim hələ ki içməyə nəsə. Sən yemək seç. Mən də seçəcəm nəsə içməyə. Yaxşı. Sonra dəyişərik. Oke. Aha, sonra dəyişərik. Bırak. İndi dənizə gəlmişik. Nəsə yeyib içmək istəyirik. Hələ ki çünki yemək yeməmişik. Mahal aja. Nə deyirsən? Seçdin? Okay. Okay. I think 25 minutes is too much. Yaxşı, biraz azaldarıq. Dənizdə qiymətlər belədir. Red Bull soda 2 manatdır, belədir qiymətlər. Soklar 3 manatdır, kokteyllər 4 manatdır. Cappuccino falan, vəbşə olar 1 manat, 3 manat, belədirlər. Mən istəyirəm portağal soku. Başa düşdün? Portağal səncə yoxsa ananas? Hansı? Oke. Hansı? Jadi mau yang mana ini? Ya. Lu mau ini? Yaxşı. Aha. Gəlin. Makan? Makan? Gözlə, indi mən də seçirəm yeməyimi. Ying. Sən nə seçdin? Sən nə yeyəcəksən, Gali? Hah? Sən nə yeyəcəksən? Apa Sən tuh? nə seçdin? Sən Nggak ngerti. bilmirsən hələ? Iya. Yang mana? Hansından? Kita jus. Gue pesen jus. Oran? Ini nanas. Nanas. Enggak. Semangka. Mən də, aha, qarpızlı seçdim. 2 manat. 28. Doğalapan. Ha, 20. Okey. Onda, okey. Mahal ya? Ha?
Can we stop? It's crucial. We don't know each other. I mean, we don't understand each other in these languages. I said what's apa ya Aoli? I think I'm gonna order for now. It's only the juice Juice only. because I want to eat rice, but there's no rice. Ah, I saw rice. Oh, really? With rice. Look, Oh seafood yeah, from yeah, you. yeah, yeah. Expensive. Expensive? Yeah, I think. Oh, So outside it's more cheaper. okay. Then I always order juice. The oranges. Yes. 50 saat beyin yorandan sonra ikimiz de sak sipariş elədik. Deyir ki, bura çox bahadır, çox daha ucuz olacaq. Deyir, okey, aslında çox belə açlığımız yox idi. Prosta oturmuşduq ki, nəsə içək, susadıq, istiydi. Belə. Bu da bizim challenge'ımız idi. İndonezi və Azərbaycan dilində. Dəniz qırağındayıq və bu sadəcə 3 manatdır. O da 3 manatdır. Did you like it? So much. Okay. Galihlə gəlmişik İndoneziya yeməyi seçməyə. O bizlə vaxt danışsaq dedi ki, çox istəyirəm ki, sınayasan. Mən də gəldiyim vaxtdan bəri yemirdim ki, bütün üz ifadəmi falan hamısını ona saxlayım, onun qabağında yeyim, görək necə reaksiya verirəm, bilmirəm. Onun rekomendi ilə bu dəqiqə yeyirəm hər şeyi. Belə. Bunların yeməkləri 2-3 manat belə bu cür olur. Hər şey seçirsiniz, bir boşqaba qoyurlar. Belə aşağıda turşu kimi şeylərdir. Belə. Bu bizim yeməyimizdir. İkisi bir yerdə 6 manat olub. Now I am trying. You need more rice? Ice? Rice. Rice? No. There's some... Try. Oh my goodness. With the rice, it's delicious. Try it. I love that. What about this? The pork is good? I didn't try. I love it. Bro. There's some different spices. I have never tried. I know you never tried it. Pork is good? Yeah. Let me try. Yeah, sure. This food. It tastes like a chicken. But so soft. It tastes like cow meat. How to say that in English? Cow meat. Meat. It tastes like meat. That's it. Try this. Which one? It's like water. It's a coconut. Huh? Coconut. It's like water. Is it? Yeah, try it. Maybe I'm wrong. Yours? Oh, this is coconut. Really? Yeah. Okay. Love it. I'll try next time more. Hey guys. Canku'dan salamlar. Bugün Canku'daki ikinci günümdü. İkinci günümdü, axırıncı günümdü. Dünən buradaydım, gəldim, seçdiyim, qaldığım ev, əslində belə hamısını götürmüşdüm ki, hər yerə çox yaxın, ayaq məsafəsi ilə falan, bu Ubuddak kimi. Amma burada həmçinin elə yazmışdı ki, hər yerə yaxındır, dənizə çox yaxındır, nə bilim, nə, bla. Amma gələndən sonra gəl gör ki, baxıram ki, yox, şey deyilmiş, dənizə ayaqla 40-45 dəqiqəyə getmək olur, düzdür,
Gojek çox ucuzdur. 1 manata aparacaq belə çağırmaq, amma hələ ki mənim İndoneziya nömrə problemi olduğuna görə belə çox tez-tez zakaz edə bilmirəm. Gərək kiməsə deyim, o eləsin, sonra mən nəqd ödəyim falan, belə bir şey. Lap okey, onu da çağırsam, amma yenə də adam biraz əsəbləşir ki, ayaqla gedə biləcəyi heç bir yer yoxdur burada. Hamısına Gojek çağırıb getmək lazımdır. Gojeklərlə, da taksilərlə hardasa bu şey uzaqdır, bir 15 dəqiqə, 20 dəqiqə, o da okeydir, yəni yenə də okeydir, amma belə nəysə fokuslanıb gəlirsiniz və başqa cür çıxır, bu xoşlamadım, bunu xoşlamadım, amma yeri çox qəşəngdir, yəni qaldığım yerin özü çox qəşəngdir, göstərmişəm sizə, bəlkə daha yaxşı göstərə bilərdim, bilmirəm. Bura ödədim mən 44 manat 2 gün üçün, məncə yaxşıdır, qiymətinə görə şəraiti yaxşıdır. Sonra nə deyirdim, eviyyəsi, yəni buranı işlədənlər çox yaxşıdırlar. Dünən onlarla bir yerdə axşam olar və 2 dənə qız burada qalanlar getdik kluba və mən başa düşdüm ki, klub mənlik deyil, belə yerlər mənlik deyil. Mən Ubudu sevdim deyəsən, nə qədər qarışıq da olsa, səs-küy də olsa, nə bilim, axşamı, gün ortası, səhəri, hər şeylə Ubudu sevdim və çox o qərarıma görə yenə də hər videoda dediyim kimi yenə də sevinirəm ki, son 4 günümü Ubudda olacağım. Belə sabah Munduka gedəcəyik. İndoneziyalı dostum gəlib bu arada. İndi onun işi var, gedib, gələndən sonra baxacağıq görə nə planlayırıq, nə edirik. Hər günkü rutin kimi bunu içirəm. Belə güləşdim, açdım axırda. Güləşirəm hər dəfə bununla. Belə, siz əgər belə klub, dəniz qırağı, əyləncələri, bu kimi şeylər xoşlayırsınızsa, Cakku sizlikdir. Gələ bilərsiniz. Elə bir yer amma seçin ki, tam kluba yaxın, tam dənizin qırağına yaxın olsun. Xəritədən bax, mən xəritədən baxmamışdım. İnanmışdım ki, belədir. Heç yerdən baxmadım. Yoxsa əvvəlki seçimlərimdə məncə gördünüz ki, hamısının yaxındır, hamısı belə. Ona görə o sizin tamamilə seçiminizə bağlıdır. Yəni mən bəyənmədim, onda yaxşı yerdə, yox, çox yaxşı yerdir. Ankor bazar var, gedə bilsəm ora gedəcəm. Bəzi yerlər var idi, gedə bilsəm ora gedəcəm, amma çox da vacib bir yerlər deyildi. Bura Canggu əsasən dənizinə, sonra əsil dəri mağazası var. Əsil dəridən hazırlanan çantalar, kaboy çəkmələr var. Buna görə məşhurdur. Fins var, bəlkə bilirsiniz, ən məşhur klublarından biri Finsdir. Belə, bu şeylərlə məşhurdur bura. Yəni, gedəcəyiniz bir ziyarətgah falan yoxdur. Bura gələndə əslində çoxlu yerlər, çoxlu ziyarətgahlar filan işarələmişdim özüm üçün, amma gezi-gezi baxıram ki, onsuz da hər yer elədir və getməsəm belə bir şey itirmiş kimi hiss eləmirəm həmən yerlərə niyəsə. Yəni, hamısı prosta turistlərin getdiyi və paylaşdığı bildiyimiz yerlərdir, amma bəzən elə yerlər çıxır ki, oradan daha qəşəngdir ya da eynidir. Məsələn, Heaven Gate-i mən elə bilirdim ki, xüsusilə o cənnət qapısı belə foto falan çəkdirlər, amma burada bizdə rayonlarda çıxıb girəndə xoş gəlmisiniz, yaxşı yol, belə şeylər olur. Hər rayonun öz simvolu ilə, nə ilə belə. Burada da o darvazaymış, ümumi darvazadır. Hansı şəhərdən, bir şəhərdən o bir şəhərə girib çıxanda elə Heaven Gate-in elə o darvazalar kimi şeylər var. Belə, Canggu ilə bugün sabah daha doğrusu sağollaşacağıma görə sevinirəm. No. Amma bəlkə yerimdən asılıdır, onu da fikirləşəm. Amma yerimdən asılı olmasa da yenə də burada var idi bazar filan, bu kimi şeylər. Bugün bəlkə getdik o tərəfləri bilmirəm. Belə, əgər gəlsəz, biraz sakitlik istəsəz, belə bir yer istəsəz, buranı məsləhət görərəm. Təmizdir, hər şey çox güvənlidir. Halbuki belə bu şeylərlə bağlamışıq. Qapı budur. Qapım budur. Budur, amma içəridə bir dənə açarlı belə komod deyim, nə deyim, şkaf var. Balacadır, belə 2 gözü var. Göstərmişəm deyəsən videoda. Sən ora qoyub, açarı götürüb getmişəm. Axşam burada özüm tək qalmışam.
heç bir problem yaşamamışam. Gün axşam mən fikirləşirdim çoxlu ağcaqanad olar, amma heç nə olmadı. Hətta sprey almışdım ağcaqanad üçün, amma heç işlətmədim, ehtiyac olmadı, heç nə yox idi. Sonra nə idi bu, kərtənkələlər fikirləşirdim, onlar da yox idi. Belə yəni, düşündüyüm kimi şey olmadı. Nəsə dişləyər, nəsə biraz narahat olaram səslər falan, no, heç nə. Hər şey yaxşı, hər şey əla, heç kəs heç gəlmədi, heç belə yaxşı idi. Amma mən onu kəşf elədim, özümü onda tapdım ki, mən xoşlayıram həyətdə məhəbbət filan bu şeylər olan evlər. Həm insanları daha mənə bəlkə xoş gəlir, həm də belə özümü daha dincəlmiş, daha belə ruhum sakitləşmiş deyə nə deyə biraz poetik çıxır, amma belə izah edə bilərəm ki, belə hiss edirəm. Nəysə, belə çox danışdım. Sizə danışmaq yox, göstərmək lazımdır. Ona görə sorry. Nəysə, görüşərik. Like the soup. This one, there's no soup in it. It's soup in it, Yeah. okay. And Try. it looks interesting with lime. It looks interesting with lime. Yeah. Yeah, I don't know. Oh, the taste is like the food that I put on my story. No, it's not good. It's good, it's good. Or maybe Japanese one. Well, you are Indonesian, you should try some Indonesian taste. Oh, okay. Okay, you're right. This one Yeah, then? this one is good. Okay, then we can take it. Təxmini 1 manatdır. Okay. Təxmini 1 manatdır belə şeylər. İndi gəlmişik. Bunlardan düzəltdik, bunlardan qoydu. Bütün marketlərin qabağında var. Belə yer oturub yeməyə. So, yerik. Avqust ayında bura yağış yağmır deyənləri axtarıram indi. 2 gündür Cahquda yağış yağır. Hal-hazırda da yağır. Belə yağır, dayanır. Amma yağır. Avqustda yağmadığını demişdilər. Kimsiz?